Hər birinizə salam, hər vaxtınız xeyir olsun. Bu videoda bu dovşanı toxuyacağım. Dovşanın bədən sxemini əvvəlcədən paylaşmışam. Linki aşağıda videonun alt hissəsində açıqlama bölməsində yerləşdirmişəm. Həmin linkə keçid edib bədənini toxuya bilərsiniz. Bədəni veluripdən toxunub. Baxın, veluripdir. Gözləri simli gözlərdir. 16 mm-dir ölçüsü. Bu dovşana bir ip bəs etdi. Çox az qaldı bir ipdən. Bir ip 100 qramdır və 120 metrdir. Bu videoda isə geyimini toxuyacağım, qulaqlarını toxuyacağım, burun hissəsini edəcəm və bu lentləri edəcəm. Qulaqları üçün bu lentləri edəcəm. Toxunma qaydasına keçək. İlk olaraq dovşanın geyimini toxuyuram. Düymələrini açdım. Geyimi belədir. Baxın. Bu formadadır. Mən bu geyimi nazik iplə toxumuşam. Yəni velour ip deyil, adi nazik iplərdir. İstifadə etdiyim ip Madamella doqu ipidir. Sonra 2 ədəd düymə lazımdır. Baxın, balaca düymələr lazımdır. Milçə, qayçı və iynə lazımdır. Baxın, milçə olaraq 2,2 milli tul iplə toxudum. İlk olaraq zəncir çəkəcəm. İpi bura qoyum. İlk olaraq zəncir çəkirəm. 36 zəncir çəkirəm. Zənciri necə başladım? Belə, baxın, belə qurçoku qoydum. Fırlatdım, belə. Düyün filan etmirəm. Sonra bu oldu 1, 2, 3, 36 zəncir çəkirəm. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36. 36 zəncir çəkdim. İndi geri qayıdıram. Geri qaydanda ipi doladım. Oyuncağın geyimini yalnız trabzanla toxuyacağım. Əvvəlindən sonuna kimi trabzan olacaq. Baxın, 2 dənə zəncir boş buraxdım. 3-cü zəncirə bir ədəd trabzan toxuyuram. 1. İndi isə hər ilməyə bir ədəd toxuyuram. Cəmi 5 ədəd. Bir ədəd toxudum. Bu zəncir var, bu zəncir sayılmır. Bu oldu 1. 2. 3. 4. Və bu da 5. 5 trabzan toxudum. İndi artırma eləyirəm. İpi doladım. Növbəti ilməyə bir ədəd yenə trabzan toxuyuram. Geyimini çox boş toxumayın. Yəni biraz sıx toxuyun. Yəni boş toxusaz əyninə qeyd etdiyim kimi böyük ola bilər. Ona görə də sıx toxuyun. Bir ədəd trabzan toxudum. 2 ədəd zəncir çəkirəm. 1, 2. 2 zəncir çəkdim. İpi doladım. Eyni ilməyə bir ədəd daha trabzan toxuyuram. Baxın, belə dəlik kimi bir şey alınır. Bu oldu artırma. Baxın, bu oldu ilk artırma. 5 ədəd toxudum, bir artırma etdim. İpi doladım. İndi növbəti ilməkdən toxumağa başlayıram və 5 ədəd toxuyuram. 1, 2, 3, 4, 5. 5 ədəd toxudum. İndi yenə artırma eləyirəm. İpi doladım. Yenə trabzan toxuyuram. Növbəti ilməyə keçirəm. Bura bir ədəd trabzan toxudum. Sonra 2 zəncir çəkirəm. Eyni ilməyə bir ədəd daha toxuyuram. Baxın, yenə oldu artırma.
5 ədəd toxudum, 1 artırma etdim. Yenə 5 ədəd toxudum, 1 artırma etdim. İndi isə növbəti ilməkdən, yəni növbəti zəncirə toxuyuram və 10 ədəd toxuyuram. 1, hər zəncirə 1 ədəd toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. 10 ədəd trabzan toxudum. İpi doladım, yəni növbəti ilməyə artırma eləyirəm. 1 ədəd toxuyuram. Sonra 2 zəncir çəkirəm. 1, 2. İpi doladım yenə. Eyni ilməyə 1 ədəd daha trabzan toxuyuram. Baxın, oldu artırma. İpi doladım. İndi növbəti ilmək zəncirdən toxumağa başlayıram və 5 ədəd toxuyuram. Burada zəncirləri itirməyin. 1, 2, 3, 4 və bu da 5. 5 ədəd trabzan toxudum. İndi yenə artırma eləyirəm. Növbəti ilməyə 1 ədəd toxuyuram. Baxın, 1 ədəd trabzan toxudum. 1, 2. 2 zəncir çəkdim, ipi doladım. Eyni ilməyə 1 ədəd daha trabzan toxuyuram. Toxudum və bundan sonra isə burada 5 zəncir qalıb. İndi isə 3 ədəd trabzan toxuyuram. Növbəti ilmədən başlayaraq. 1, 2 və 3. 3 ədəd toxudum. İndi isə 2 zəncir çəkirəm. 1, 2. 3 ədəd toxuyandan sonra 2 zəncir çəkdim. Baxın, burada bir ilmə, bir daha doğrusu zənciri boş saxlayıram. Digər, yəni sonuncu zəncirə ipi doladım. Sonuncu zəncirə trabzan toxuyuram. Baxın, oldu belə. İndi 1, 2, 3. 3 zəncir çəkirəm, geri qayıdıram. Baxın, bu hissə oldu ilgək. Bu ilgək olmaq üçün etdim bunu. Bir sıx iğnə, daha doğrusu bir zəncir boş saxladım, sonuncuya toxudum, ipi doladım. İndi geri qayıdıram. Bu boşluğun içərisinə 1 ədəd toxuyuram. 1 ədəd trabzan toxudum, ipi doladım. İndi baxın, burada əsas budur. Burada ilmə itirmək olmaz. Baxın, bu yox. Baxın, növbəti budda düz, amma buna yox. Baxın, burada dibdəki ilməyə, baxın, bura. Bura 1 ədəd toxuyuram. Oldu 2 ədəd trabzan. Baxın, 1, 2. Bu zənciri saymıram. 2 ədəd trabzan toxudum. İndi ipi doladım yenə. İndi hər ilməyə 1 ədəd. Oldu 3, 4, 5. Artırma etmişəm axı burada. Ona görə də bu geri qaydanda 5 yox, 6 ədəd olmalıdır. 5 ədəd toxudum, ipi doladım. İndi baxın, bundan sonra budda baxın, bu boşluqdakı ilk ilmə var. Baxın bura. Bu da oldu 6. Baxın, 6 ədəd trabzan toxudum. Bunu itirmək olmaz. İtirsəz hansısa ilməyi, don yaxşı qalmayacaq yaxası. Yəni səliqəli qalmayacaq. Burada əsas budur. Çox adam itirir ilmələri. Ona görə də yaxşı olmur. 1, 2, 3, 4, 5, 6. 6 ədəd oldu. İpi doladım. İndi boşluğun içərisinə artırma edirəm. Yəni 1 ədəd trabzan toxudum. 2 zəncir çəkirəm. İpi doladım. Yenə 1 ədəd trabzan toxuyuram. Baxın, bu oldu artırma. İpi doladım. İndi isə baxın, bu ilmədən başlayıram. Baxın burada. 1. İndi isə 7 ədəd trabzan toxuyuram.
1, 2, 3, 4, 5, 6, 7. 7 ədəd toxudum. Baxın, bura dibdəki ilməyə də toxudum. İpi doladım. İndi bura artırma eləyirəm. Bu boşluğun içərisinə 1 ədəd toxudum. 2 zəncir çəkirəm. Eyni yerə, yəni boşluğa 1 ədəd daha toxuyuram. Artırma etdim. İndi isə 12 ədəd toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Baxın, buradakı. Bu da 12. Qeyd etdiyim kimi ilmələri sayın, itirməyin. Oldu 12 ədəd trabzan. İpi doladım. İndi bu boşluğun içərisinə artırma eləyirəm. 1 ədəd toxudum. 2 zəncir çəkirəm. Sonra yenidən eyni boşluğa toxuyuram. Oldu artırma. İndi isə 7 ədəd trabzan toxuyuram. Baxın, bu ilmədən başlayıram. Burada. 1, 2, 3, 4, 5, 6 və yenə eyni qayda ilə baxın bu ilməyə. Bu da 7. 7 ədəd trabzan toxudum. İndi artırma eləyirəm. Boşluğa artırma eləyirəm. 1 ədəd toxudum. 1, 2. 2 zəncir çəkdim, ipi doladım. Eyni yerə 1 ədəd daha trabzan toxuyuram. Toxudum. İndi isə 6 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5. Baxın, burada qalıb biri. 1 ədəd də bura toxuyuram. Oldu 6. 6 ədəd toxudum. Hər sırada sıra sonunda 3 zəncir çəkirəm. 1, 2, bu da 3 və geri qayıdıram. Baxın, belə alındı. Forması belədir. Baxın, belə. 4 ədəd artırma var. 1, 2, 3, 4. Baxın, belə bu formada. İndi artıracağım yenə. Videonu qısa etmirəm, uzun çəkirəm. Yəni, kəsməyəcəm videonu. Yeni başlayanlar rahat başa düşsün. İndi, baxın, dibdəki ilmədən başlayıram. İndi isə toxuyuram 7 ədəd trabzan. 1, 2, 3, 4, 5, 6. Baxın, 6 ədəd toxudum və biri də buradakıdır. Oldu 7. 7 ədəd trabzan toxudum. İndi boşluğun içərisinə artırma edirəm. 1 ədəd toxudum. 2 zəncir çəkdim. Yenidən eyni boşluğa 1 ədəd daha toxuyuram. İndi isə
9 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, baxın, buradakı ilmə 9. 9 ədəd toxudum. İndi boşluğun içərisinə trabzan toxuyuram. 1 ədəd toxudum. 2 zəncir çəkdim. Eyni ilməyə yenidən trabzan toxuyuram. Baxın, oldu belə. İndi isə 14 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Əgər geyim toxuyursunuzsa, yəni oyuncaq üçün geyim, mütləq ilmələri sayın. Yəni yeni başlayırsınızsa ümumiyyətlə saymalısınız ilmələri ki, səhv eləməyəsiniz. Bir dənə də ilmə səhv oldu, forması falan yaxşı alınmır. İndi boşluğun içərisinə yenə artırma eləyirəm. 1 ədəd toxudum, 2 zəncir çəkirəm. Eyni boşluğa 1 ədəd daha toxuyuram. İndi isə 9 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8 və yenə buradakı ilməyə toxuyuram. 9. İndi boşluğun içərisinə 1 ədəd trabzan toxuyuram. 2 zəncir çəkirəm eyni qayda ilə. Yenidən həmin boşluğa 1 ədəd daha toxuyuram. İndi isə davamını toxuyuram bu hissəni. Bu hissədə isə 7 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6 və 7. Baxın, 7 ədəd toxudum. 1, 2, 3. Sıx çəkirəm zəncirləri. 3 ədəd toxudum. 3 ədəd zəncir toxudum. Baxın, belə forması düz alınsın. Yəni bir tərəfi uzun, bir tərəfi qısa alınmasın. Bu hissələr qeyd etdiyim kimi arxa hissələrdir. Baxın, belədir. Bu hissələr arxa hissədir. Burada düymə olacaq. İlgəyin birini qoymuşam, birini də aşağı hissələrdə qoyacağım. Bu hissə ön hissədir. Bunlar isə çiyin hissə. Oyuncağın üzərində göstərim. Baxın, belədir. Baxın, belə bu formada olur. Belə. İndi isə davamını toxuyuram. Bir sıra daha artırma edəcəm. İndi 3 ədəd zəncir çəkdim, geri qayıdıram. 8 ədəd trabzan toxuyuram. 1,
2, 3, 4, 5, 6, 7 və bir ədəd də bu hissəyə 8. 8 ədəd toxudum. Boşluğun içərisinə bir ədəd trabzan toxuyuram. 2 zəncir çəkirəm. Bir ədəd daha trabzan toxuyuram. İndi isə 11 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ədəd toxudum. Bu da 11-ci. Baxın bu hissəyə. Hər dəfə göstərirəm bunu. 11. İpi doladım. Boşluğun içərisini artırma edirəm. Yəni bir ədəd toxudum. 2 zəncir çəkdim. İpi doladım. Bir ədəd daha toxudum. İndi isə 16 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 və yenə buradakı ilməyə 16. İndi boşluğun içərisini artırma edirəm. Yəni bir trabzan çəkdim. 2 zəncir toxudum. Eyni ilməyə bir ədəd daha trabzan toxudum. İndi bundan sonra isə 11 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və bir ədəd də buradakı ilməyə 11. Boşluğun içərisini artırma edirəm. Yəni bir trabzan toxudum, 2 zəncir çəkdim. Eyni boşluğa bir ədəd daha trabzan toxudum. İndi isə 8 trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8 ədəd toxudum. 3 zəncir çəkirəm, sıx çəkirəm. 1, 2, 3. Çünki bu qıraq hissələri boş qalmasın. Ona görə sıx çəkirəm zəncirləri. Baxın, belə alındı. Heç bir yerində əyrilik falan heç nə yoxdur. İndi əyninə tutun, baxın. Baxın, belə oldu. Görsünüz, əyninə oturur. İndi isə bu sıradan etibarən isə qol yerlərini qoyacağım
Qol yerlərinin belə ümumi başa salım. Baxın, burada boşluqlar var idi axı. Bu boşluqla digər arxada olan boşluq arasında zəncir çəkəcəm və bu boşluq ilə digər boşluq arasında zəncir çəkəcəm, olacaq qolları. İndi həmin qol hissəni eləyirəm. Yəni artırmalar artıq bitdi. İndi 3 zəncir çəkmişdim, geri qayıdıram. 1 2 3 4 5 6 7 8 8 ədəd trabzan toxudum. 8 ədəd toxuyandan sonra ipi doladım. Baxın, boşluq var idi. 8 ədəd toxudum. Boşluğun içərisinə 1 ədəd trabzan toxuyuram. 1 ədəd trabzan toxudum və 7 zəncir çəkirəm. 1, sıx çəkirəm yenə zəncirləri. 2, 3, 4, 5, 6, 7. Görsünüz, sıx çəkmişəm. 7 ədəd toxudum, ipi doladım. Digər boşluğa 1 ədəd trabzan toxuyuram. Baxın, bu birinci boşluq idi. İndi bu boşluğa. Boşluğun içərisinə trabzan toxuyuram. Bu oldu 1 trabzan. Baxın, oldu belə. Bu oldu 1. Bunu 1 sayıram. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18. Baxın, 18 ədəd trabzan toxudum. 18 ədəd toxudum. Baxın, bura toxumuram. Artıranda burada toxuyurdum axı. İndi ora toxumuram. İpi doladım. Boşluğun içərisinə 1 ədəd trabzan toxudum. Sonra 7 zəncir çəkirəm və sıx çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7. Baxın, belə. 7 ədəd çəkdim, ipi doladım. Boşluğun içərisinə 1 ədəd trabzan toxudum. Sonra, indi yenə toxuyuram. 1, daha doğrusu 2 oldu. 1, 2. 3, 4, 5, 6, 7, 8, 9, 10. Baxın, burada oldu 10 trabzan. Burada fərqlidir. Bu hissədə isə fərqli. Baxın, burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada 9 ədəd trabzan oldu. Burada isə 10 ədəd trabzan. Baxın, burada ilgək var deyə belə üst-üstə düşməsi üçün. Yəni, baxın, belə olacaq axı. Belə üst-üstə düşüb bağlanacaq. Ona görə də bir trabzan burada çox olur. İndi burada oldu 10 trabzan. İndi yenə eyni qayda ilə 3 zəncir çəkirəm. 1, 2, 3 və geri qayıdıram. İndi oyuncağa geyindirim, baxaq.
Bu oyuncağın özü yumşaq oyuncaq olduğu üçün, yəni qolundan keçir. Baxın. Belə. Görürsünüz, belə alınır. İndi isə davamını toxuyuram. Üç zəncir çəkmişdim, ipi doladım. İndi davam eləyirəm. Baxın, ilmələrin hamısına trabzan toxuyacağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Baxın, 9 ədəd toxudum, ipi doladım. Baxın, bu dibdəki ilmə var ha, burada toxuyuram. Olur 10 dənə trabzan. Baxın, 10 yox 11. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10 dənə trabzan. 10 dənə trabzan oldu. İndi bu zəncirin üzərinə toxuyacağım. İpi doladım. Baxın, zəncirin üzərinə toxuyuram. 1, 2, 3, 4, 5, 6 və 7. 7 də trabzan toxudum, ipi doladım. İndi baxın, bu ilmədən başlayıram. Bundan. Trabzan toxudum. Artıq bundan sonrasını saymıram. Bir dənə burada sayıram. Yəni ki, burada 7 üzərinə 7 dənə trabzan toxuyuram. Yəni qalanını düz toxuyuram. Hər ilməyə bir ədəd. Baxın, belə. Yəni kim bildirsə artıq bu hissələri çevirə bilər. Yəni sona kimi, bu sıranın sonuna kimi trabzan toxuyacağım. Videonu yeni başlayanlar üçün kəsmirəm ki, onlar rahat başa düşsünlər. Rahat izah eləyə bilim. Bu arada kanalıma abunə olmağı unutmayın. Abunə olun ki, videolardan xəbərdar olasınız. Yeni sxemlər paylaşanda xəbəriniz olsun. Dəstək üçün isə videolarımı bəyənə bilərsiniz. Rəy yaza bilərsiniz. Əgər mənim paylaşdığım sxemlərdən oyuncaqlar toxusanız, şəklini mənə göndərməyi unutmayın. Mən də baxmaq istəyərəm toxuduğunuza. Baxın, belə. Trabzan toxudum üstünə. Belə. İndi isə, baxın, bu ara bu dibdə ilmək. Baxın, bura. Burada toxuyuram. İndi isə zəncirin üzərinə 7 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7. 7 ədəd toxudum, ipi doladım. İndi baxın, bu ilmədən başlayıram və sona kimi hər ilməyə bir ədəd trabzan toxuyuram. Yəni artırma, azaltma filan etmirəm. Hər ilməyə bir ədəd trabzan toxuyuram. Belə. Bu arada oyuncaqlara, toxuduğum oyuncaqlara baxmaq istəyirsinizsə, Instagram səhifəmə keçid eləyə bilərsiniz. Orada bütün toxuduğum oyuncaqları paylaşmışam. Yəni oradan baxa bilərsiniz. Suallarınız olsa suallarınızı verə bilərsiniz. Sonuncu ilməyə də toxudum. 3 zəncir çəkirəm. 1, 2, 3. Baxın, bir dəfə də geyindirim oyuncağa.
qolu rahat geyindirmək olur. Baxın, alınır belə. İndi isə bu sıradan etibarən artırmağa başlayacağım. Yəni donun bu hissəsindən belə gömbul olmağını istəyirəm. Belə enli olmağını istəyirəm. Ona görə də bu sıradan etibarən artırmağa başlayacağım. Əgər siz donun müəyyən hissəsini düz toxuyub sonra artırmaq istəyirsinizsə, 1 və yaxud da 2 sıra daha toxuya bilərsiniz. Amma mən artırma eləyəcəm artıq. Artırmanı isə necə edirəm? İndi göstərim onu. 3 zəncir çəkdim, geri qayıdıram. Burada ilmələr var. Baxın, hamısı trabzandır. Bunların hamısının üzərinə artırma edirəm. Yəni, ipi doladım. Baxın, ilk ilməkdir. İlk ilməyə bir ədəd toxudum. Eyni ilməyə bir ədəd daha toxudum. Eyni ilməyə bir ədəd daha toxudum. Yəni, bir ilməyin içərisinə 3 ədəd trabzan toxuyuram. Baxın, növbəti ilməyə keçirim. Bir ədəd toxudum. Yenə bir ədəd toxudum. Və üçüncünü toxudum. Yəni, bir ilməyin içərisində 3 ədəd trabzan toxuyuram. Bir də göstərim. Baxın, növbəti ilməyə keçdim. 1, 2 və 3. Baxın, 3 ədəd toxudum. İpi doladım. Yenə 1, 2, 3. Görürsünüz, 3 ədəd toxudum. Yəni, hər ilməyin içərisinə 3 ədəd toxuyuram. Sonda 2 ilmə, yəni, baxın, 1, 2. 2 ilmə qalana kimi bunu təkrar edirəm. Yəni, hər ilməyin içərisinə 3 ədəd toxuyub geri qayıdıram. Və sıra sonuna kimi etdim. Qeyd etdiyim kimi 2 ilməni boş saxlamışdım. İndi isə ilgək yerinə edəcəm. Bunun üçün 1, 2. 2 zəncir çəkdim, ipi doladım. Baxın, bir ilməni boş buraxıram. Digər ilməyə bir ədəd trabzan toxuyuram. Baxın, alındı ilgək. Baxın, biri burada alanda, biri də burada. İndi isə 3 zəncir çəkib, 1, 2, 3. 3 zəncir çəkib geri qayıdıram və hər ilməyə bir ədəd toxuyuram. Baxın, boşluğun içərisinə bir ədəd toxuyuram. Sonra isə davamında hər ilməyə bir ədəd trabzan toxuyuram. Hər sıra sonunda 3 zəncir çəkirəm və geri qayıdıram. Gedib gəlməklə toxuyuram. Buradan hər ilməyə bir ədəd toxuyuram, sıra sonuna gəlirəm. Burada 3 zəncir çəkirəm, yenidən dala qayıdıram. Bura gəlirəm, yenə 3 zəncir çəkib dala qayıdıram. Və belə hansı uzunluqda istəsəz, o uzunluqda toxuya bilərsiniz. Və mən indi bunu gedim toxuyum, qayıdıram. Və artıq düz toxudum. Baxın, belə düz toxumuşam. Mən 5 sıra düz toxudum. Baxın, bu artırma etdiyim sıradır. Artırmalar etmişdim. Hər ilməyə 3 ədəd toxumuşdum. Ondan sonra 1, 2, 3, 4, 5. 5 sıra düz toxumuşam. Sizdə əgər qısa alınsa bir sırada toxuya bilərsiniz. Və yaxud da istəyirsiniz qısa olsun, biraz az toxuya bilərsiniz. 4 sıra toxuya bilərsiniz. Yəni, nə qədər istəyirsiniz toxuya bilərsiniz. İndi bitirəndən sonra, baxın, belə dairəvi şəkildə bunun bu hissələrini toxuyacağım. İndi göstərim necə. Son trabzanı etdim. Sonra, baxın, belə zəncir çəkməmişəm. İndi qayıdıram geri. Geri qayıdıram və belə sıx iynələr toxuyuram. Baxın, belə. Burada dəqiq ilmə sayı yoxdur. Baxın, yəni çox sıx da olmasın, çox aralı da olmasın. Baxın, belə. Belə toxuyuram.
Belə toxuyanda səliqəli alınır. Yəni qırıqları pis görünmür, səliqəli alınır daha da. Baxın belə. Boyun hissəni də edəcəm. Künclərə 2 ədəd toxuyuram, yəni V kimi toxuyuram. Belə. Qeyd etdiyim kimi burada say yoxdur. Sadəcə dairəvi şəkildə üzərinə sıx iynələr toxuyuram. Baxın belə, indi gəldim ilgək olan sıraya, yəni ilgək olana tərəfə gəldim. Baxın belə, indi bu ilgəyin içərisinə toxuyuram. Belə 2 ədəd toxudum. Baxın, bu şəkildə ilgək qalsın. Belə. İndi digər ilgəyə çatdım. İndi burada belə 2 ədəd toxuyuram və sonra davamında belə sıx iynələr toxuyuram. Baxın belə. Və artıq bitirdim. Sonda ilmək sürüşdürmə edirəm və bir zəncir çəkib ipi kəsirəm. İpi biraz uzun kəsirəm. Və bunu belə edirəm. Baxın, alındı belə. İndi bunu içəridə belə gizlədəcəm ki, qalmasın. İynə götürüm. Sapladım iynəni. Baxın, belə içəri hissələrdən keçirdirəm. Belə. Sonra geri qayıdıram. Eyni yerdə burada ilmədən qayıtmıram da, yəni bir ilmə filan bıraxıram, sonra qayıdıram. Eyni yerdən qayıtsam sökülür. Baxın, belə. Və ipi kəsirəm. Belə. İndi qaldı düymələri tikmək. Düyməni də yenə öz ipi ilə tikirəm. İpi götürdüm. Artıq milçə lazım deyil. Baxın belə. İndi bu düz üzüdür. Baxın belə. Biz sıx iynələri belə toxumuşdum qırağı ilə. Ona görə də bunu belə edirəm. Belə olsa tərs üzü olur. Baxın. Ona görə də belə. Bu ipi də kəsirəm. İçəridə sürüşdürdüm. Yadınızdadsa üzərinə qoyub toxudum onu. Ona görə bunu da kəsirəm. İndi düymənin birini bura tikirəm. Bunun üçün içəri hissədə müəyyən bir yerdən belə ipi içəridən keçirdərək, baxın,
Bu hissəyə gəldim. Yəni düyün eləməmək üçün bunu eləyirəm. Baxın, burada biraz saxladım. İndi ilgəyə baxıram hansı hissədədir. Baxın, burada. İndi düyməni buradan tikəcəm. Mən belə rəngli toxumağı xoşlayıram. Yəni geyimlərin rənginə uyğun olmayan düymələr. Onda elə bilirəm daha rəngli görünür, qəşəng görünür. Baxın, belə. Və digər düyməni də tikəcəm indi. Digər düyməni də tikmək üçün baxın, buradan belə iğnəni keçirdirəm. Belə. Digər ilgək də baxın, bu hissədədir. Artırma olan sırada. Yəni buralarda. Onun üçün də bura kimi iğnəni belə keçirdim. Baxın, belə. Yəni buradan bilinməsin. İndi digər düyməni də tikirəm. Belə. Bu bura ilişib. İndi burada bir dəqiqə. İndi burada belə düyün edirəm. Və yenə eyni qayda ilə ipi belə içərdən aparıram ki, sökülməsin. Yəni dibdən kəsməyim. Baxın, buradan iğnəni çıxartdımsa, indi bu tərəfdən belə iğnəni keçirdirəm və oradan önce artıq sökülmə ehtimalı olmur. Baxın, oldu belə. Və artıq geyim hazırdır. Baxın, belə. İndi oyuncağa geyindirim. Baxın, belə. Baxın, belə. Və alındı bu cür. Məncə yaxşı oldu. Əyninə oldu elə. Yəni nə böyük, nə kiçik. Baxın, belə alındı. İndi isə qulağı toxumağa başlayıram. Bunun üçün çəhrayı rəngdə olan ipi götürdüm. 14 zəncir çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14. 14 ədəd zəncir çəkdim. İndi geri qayıdıram. İlk ilməkdən etibarən 12 ədəd sıx iğnə toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7,
8, 9, 10, 11, 12. 12 ədəd sıx iynə toxudum. İndi ilk zəncirə 4 ədəd sıx iynə toxuyuram. Yəni bir zəncirin içərisinə 4 ədəd toxuyuram. Birini toxudum. 2, 3 və 4. 4 ədəd toxudum. İndi bu qısa olan ipi belə əlimlə tuturam ki, toxuyanda onun üzərinə toxuyum. Yəni bu uc hissədə qalmasın. İndi isə 12 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Artıq bunu toxumuram. Yəni belə altda saxlayıram. 11 və sonuncu 12. İndi ilk ilmək ilə ilmək sürüşdürmə edirəm. Baxın, ilmək sürüşdürmə edirəm. Sonra isə bir zəncir çəkirəm. Bundan eyni bu sxemlə 2 ədəd çəhrayı rəngdə toxuyuram. 2 ədəd ağ rəngdə. Yəni bir qulağa bir ağ rəng gedir, bir çəhrayı rəng gedir. Yəni eyni bu ölçüdən 2 ədəd çəhrayı rəngdə toxuyuram, 2 ədəd ağ rəngdə. İkisini birləşdirib bir qulağı toxumuşam. İndi digərini birləşdirəcəm. Bir ədəd ağı toxumuşdum mən, bu da çəhrayı. Bunları belə üst-üstə qoyuram. Yəni ikisinin də düz tərəfi olsun, düz üz olsun. Və indi ağ üst tərəfdə olmaqla toxuyacağam. Yəni bu ağ rəng üst tərəfdə olsun. Bu ipi kəsirəm, mane olmasın. Baxın belə. İkisinin də düz üzü bu tərəfdə olur. Yəni baxın belə. İndi nə edirəm? Baxın buradan çox keçirdim, yəni milçəni. Baxın bunu buradan çıxartdım. Belə tərs üzü olmasın. Birdən səhv toxuyarsa tərs üzü. Baxın belə düz üzü. Bir zəncir çəkirəm. İndi ikisini bir yerdə toxuyuram, amma hər ilməyə bir ədəd toxuyuram. Baxın, eyni dibdəki ilmədən başlayıram. 1, indi növbəti ilmə. Yəni bir ədəd buradan götürürəm, bir ədəd çəhrayı rəngdən. Baxın, belə toxuyuram. 1, 2, 3-ünü toxumuşam. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Baxın, 12 ədəd toxudum. 12 ədəd toxudum, amma indi bir ədəd də toxuyacağım, olacaq 13 ədəd. Niyə? Çünki bu baş hissədə bir ilməyin içərisinə 4 ədəd toxumuşdum. Həmin o 4 ədədə artırma edəcəm. Baxın, onu da belə baxdıqda, düz baxdıqda ikisi bu tərəfdə olsun, ikisi bu bir tərəfdə olsun. Yəni ikisi bu tərəfdə olanda biri burada artıq qalır. Ona görə də indi bir ədəd də toxuyuram. Baxın, bir ədəd də toxudum. Oldu 13 sıx iynə. İndi isə artırma edirəm. Yəni bu baş hissədə 4 dənə cüt toxumuşdum. 4 dənə toxumuşdum. Bir zəncirin içərisinə 4 dənə. O həmin 4 dənəyə artırmalar eləyirəm. Yəni bir ilməyin içərisinə 2 ədəd toxuyuram. Bu oldu 1, 2, yəni 2 cüt toxudum. 3,
və sonuncu bu da 4 cüt. Baxın 4 cüt toxudum. İndi isə geri qayıdıram. Geri qaydanda isə hər ilməyə bir ədəd toxuyuram. Ən sona kimi hər ilməyə bir ədəd toxuyuram. 1 2 3 4 5 6 7 8 9 10 11 12. Baxın, oldu belə. İndi ilk ilmək ilə ilmək sürüşdürmə edirəm. Baxın, belə ilmək sürüşdürmə etdim. İndi qulaq hazırdır. Amma indi üzərinə bir ədəd ilmək sürüşdürmə edəcəm. Baxın, belə. Hər ilməyə bir ədəd ilmək sürüşdürmə edirəm. Baxın, belə. Hər ilməyə bir ədəd qeyd etdiyim kimi. Baxın, bu şəkildə hər ilməyə bir ədəd etdim. Sonda hər hansı bir ilməklə belə ilmək sürüşdürmə edirəm və bir zəncir çəkib ipi kəsirəm. İpi uzun kəsmirəm, çünki bunun öz ipi ilə tikməyəcəm. Baxın, belə alındı. Artıq qulaqlarda hazırdır. Arxa hissəsi də səliqəlidir. Baxın, belə. İndi bunu bura belə toplu iynə ilə bərkidirəm. Baxın, belə. İndi bu iplər lazım olmadığı üçün bunları belə keçirdirəm içəri. Baxın, belə. İndi öz rənginə bənzər bir ip götürürəm. Belə ağ rəng götürürəm mən. Və bundan tikəcəm. İndi bunu bura tikirəm. Hər hansı bir hissədən iynəni keçirdim. Artıq toplu iğneləri çıxardıram. Və digər tərəfdən iğnəni çıxardıram. Belə. İndi isə digər qulaqda tikəcəm və bu ip olan, daha doğrusu bu ip qalır. Bunları isə kəsirəm. Tam dibdən də kəsmirəm, sökülməməsi üçün.
Yəni içəridə saxlamaq daha yaxşıdır. Belə. Baxın bu formada. İndi digər qulağını da tikib qaydıram. Və digər qulağını da tikdim. İndi son olaraq bu hissədən çıxardıram və burada düyünləyirəm. Başlayanda buradan keçirtmişdim ipi. Ona görə də eyni yerdən də çıxartdım ki, burada düyünlüyüm. Düyünləyirəm və ipi kəsirəm. Bu ipi içəri keçirdirəm. Belə. Baxın, qulaqları da hazırdır. İndi isə qulaqlarına isə saçı deyəcəkdim. Dovşan qulaqlarına isə belə bir zəncir çəkmişəm. Burada 100 zəncir var. Yəni 100 zəncir çəkmişəm. Baxın, bu ipindən, donun öz ipindən 100 ədəd zəncir çəkmişəm və bunu belə qulağına bağlayacağam. Baxın, bu biri və digərini də bağlayım. Və burnu qalır dovşanın. İndi burnunu da edəcəm. Baxın belə. Bu oldu qulaqları, lentləri. İndi isə burnunu edirəm. Burnu üçün isə belə qəhvəyi rəngdə ip götürürəm. İpi kəsdim. İğnəni saplayıram. İndi bu əynindən çıxardım bunu. Baxın bu hissədən. Baxın, düz alt hissədən etdim. Yəni buralardan eləmirəm. Düz bu boyunla bədənin birləşən, başla bədənin birləşən hissəsindən iğnəni saldım. İndi baxın, bu hissədə burun edəcəm. Baxın, bu hissədə burun edəcəm. İndi belə 2-3 dəfə, yəni 2-3 qat eləyirəm belə. Və indi ortadan çıxardıram iğnəni. Və baxın, buradan baş hissədən bir yerdən çıxardıram. Baxın, belə. İndi qısa olan ipi də belə etdim. Və indi eyni yerdən çıxardıb düyünləyəcəm. Baxın, eyni yerdən çıxartdım. Oldu belə. İndi bunu düyünləyirəm burada. Düyün salıram. Biraz da dartıram ki, bu hissə biraz belə yığılsın.
İndi bunu da düzəldirəm. Belə üst-üstə gəlsin. Baxın belə. Və bitdi. İndi donunu da geyindirəm. Ters oldu. Donu əyninə rahat geyindirilib, çıxarıla bilir. Baxın belə. Və artıq oyuncaq hazırdır. Belə alındı. Siz istədiyiniz dəyişiklikləri eləyə bilərsiniz. Məndə belə alındı. Baxın. Belə. Əgər bəyəndinizsə, videomu bəyənməyi, yaxınlarınızla, toxucularla paylaşmağı unutmayın. Yeni sxemlərdən xəbərdar olmaq istəyirsinizsə, kanalıma abunə olun. Və bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti sxemlərdə görüşənə qədər. Sağ olun.